Və ənənəvi olaraq tez-tez müraciət elədiyimiz bir mövzuya toxunacağıq. Zərərli vərdişlər, xüsusilə də tütün məhsullarından istifadə barəsində. Əslində necə qorunmalıyıq? Profilaktik tədbirləri necə həyata keçirməliyik? Hansı işlər görülür? Bu və digər sualların cavabını tapacağıq. Əlbəttə ki, qonağımızla birlikdə studiyada da artıq qonağımız Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Nərmin Azadovadır. Qonağımız, sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Xoş gəldiniz. Xoş gördük. Biz istərdik ilə başlayaq məhz bu tütündən, hansı ki zərərini hər kəsin bildiyi, amma yenə də istifadə olunduğu, hətta yaş artıq limitinin aşağı düşdüyünü bilək deyək. Sizin ilk məlumatlarınız, ilk məsləhətlərinizi alaq, daha sonra digər suallara keçdik. Tütün insan sağlamlığına zərər verən, gəncləri ölümə aparan ən təhlükəli yollardan biridir. Tütünün insan orqanizminə zərərini hər hansı bir orqanla məhdudlaşdırmaq olmaz. Tütün demək olar ki, ağız boşluğundan başlayaraq insanların bütün orqanlarına kifayət qədər zərər yetirir. Hər il dünyada 8 milyon insan tütünün səbəb olduğu xəstəlikdən dünyasını dəyişir ki, bunun 1 milyonu pasiv tütün çəkənlərdir. Bəs kimdir bu pasiv tütün çəkənlər? Pasiv tütün çəkənlər siqaretdən istifadə etməyib, onun zərərli təsirinə məruz qalan insanlardır. Yəni, siqaretdən istifadə edən insan təkcə öz sağlamlığını deyil, ətrafında olan insanların da sağlamlığını ciddi şəkildə təhlükə altına atmış olur ki, bu da ikincili tütün çəkmə, yəni pasiv tütün çəkmə hesab olunur. Bununla yanaşı üçüncülü tütün çəkmə də vardır ki, qapalı bir məkanda siqaretdən istifadə olunubsa, müəyyən zaman keçsə belə, siqaretdən ayrılan toksik maddələr divana, divara, döşəməyə hopur və otağa daxil olan insanlar təhlükə altında qalmış olur. Yəni, onlar da siqaretin zərərli təsirinə məruz qalmış olur. Bu da üçüncülü tütün çəkmə hesab olunur. Ümumiyyətlə, siqaretdən istifadə zamanı siqaretin tərkibində olan toksik maddələrin 25% siqaret çəkənin ağciyərinə daxil olur, 75% isə atmosferi zəhərləyir və bu atmosferlə nəfəs alan hər kəs siqaretin zərərli təsirinə məruz qalmış olur. Təbii ki, bu zaman körpə uşaqlar daha ciddi təhlükə altında qalmış olur. Belə ki, körpələr böyüklərə nisbətən daha çox nəfəs alıb verdiyi üçün, tez-tez nəfəs alıb verdiyi üçün bu zəhərli havanı daha çox udmuş hesab olunurlar. Ona görə siqaret çəkən insanlar öz sağlamlığı ilə bərabər ətrafında olan əzizlərinin, yaxınlarının da həyatlarını düşünməlidirlər. Bu siqaretin tərkibində 7000-ə yaxın kimyəvi maddə vardır ki, bunlardan da 70-i kanserogen maddələrdir. Bu da insanlarda dövrün bəlası olan xərçəng xəstəliyinin yayılmasının əsas səbəbidir. Və bu gün təsadüfi deyil ki, ağciyər xərçəngi ilə bağlı ölümlərin 90% məhz siqaretin payına düşür. Və burada bizim bildiyimiz Sağlam Uşaq portalı, internet portalı və mobil tətbiq də var. Düşünürəm ki, tamaşaçılar arasında məlumatı olmayanlar da ola bilər və yaxud da yükləmiş, amma istifadə qaydası barəsində məlumat gözləyənlər ola bilər. İstərdim bu barədə bizə məlumat verəsiniz. Bugün bütün zərərli vərdişlərlə olduğu kimi tütünlə də mübarizədə ölkəmizdə bir çox tədbirlər həyata keçirilir. Məhz 2017-ci ildə cənab prezidentimiz tərəfindən tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunun qəbul edilməsi tütünlə mübarizədə yeni bir dövr yaratdı. Belə ki, artıq qapalı məkanlarda siqaretdən istifadə qadağan olundu, 18 yaşından kiçik gənclərə siqaretin satışı qadağan olundu. Bununla yanaşı bir çox dövlət idarələri tərəfindən tütünlə mübarizə məqsədi ilə tədbirlər həyata keçirilir. Bir şey qeyd edim ki, yaxşı olardı ki, bu cür maarifləndirmə tədbirləri dövlət idarələri tərəfindən aparılsın. Çünki maarifləndirilmə tədbirləri rəsmi araşdırmalara, elmi məlumatlara əsaslanan maarifləndirmə tədbirləri olmalıdır. Təbii ki, bu işdə Səhiyyə Nazirliyi, İctimai Səhiyyə İslahatlar Mərkəzi bayraqdar rolunu oynayır. Çünki bugün tütünlə mübarizə məqsədi ilə yaranan qaynar xətt məsələ İctimai Səhiyyə İslahatlar Mərkəzi tərəfindən yaradılmışdı. Mən yeri düşmüşkən qaynar xəttin nömrəsini qeyd etmək istərdim. 050 870 45 nömrəsi həftənin 5 günü aktiv şəkildə fəaliyyət göstərir. Nömrənin WhatsApp-ı da fəaliyyət göstərir və buradan əminliklə bildirmək istərdim ki, anonimlik qorunur və qaynar xəttə müraciət edən heç bir kəsdən ödəniş tələb olunmur. Qaynar xəttə psixoloqlarımız fəaliyyət göstərir və mütəmadi olaraq müraciət edənlərlə əlaqə saxlayırlar və onlara psixoloji dəstək və tövsiyə məqsədi ilə. Bu Sağlam Uşaq internet portalıdır. Bu da son zamanlarda təqdim olunmuşdu ictimaiyyətə. Sağlam Uşaq internet portalının mobil əlavəsinin özəlliyi ondadır ki, biz bütün verilişlərimizdə, bütün çıxışlarımızda qeyd edirik ki, zərərli vərdişlərlə mübarizədə gənclərlə yanaşı onların valideynləri və müəllimləri də düzgün şəkildə maarifləndirilməlidir. Məsələ sizin göstərdiyiniz Sağlam Uşaq internet portalında valideynlər və müəllimlər üçün xüsusi bölmələr vardır ki, onlar da bu bölmələrə daxil olaraq düzgün şəkildə məlumatlarına maariflənə bilərlər. Siz qeyd etdiyiniz nömrəni bir daha təkrar edə bilərsiniz? Biz yazılı şəkildə də onu göstəririk. 050 870 45 nömrəsi bu bizim qaynar xəttimizdir. Tütünlə mübarizə məqsədi ilə yaradılmışdır.
restorandan qaynar xəttir. Yəni, hər bir kəs tütünlə mübarizədə çətinlik çəkirsə, əlaqə saxlayıb müəyyən informasiya əldə edə bilər. Psixoloji dəstək və tövsiyə ala bilərlər və bir şey də qeyd edim ki, bu nömrəyə nəinki siqaretdən istifadə edən insanlar, onların yaxınları da müraciət edib tövsiyə və psixoloji dəstək ala bilərlər. Nə gözəl. Mən Sağlam Uşaq mobil tətbiqini bəli yükləyirəm, yüklənsin. Daha sonra daxil olub içinə ətraflı tanış olaraq. Həm çox maraqlıdır, həm də doğrudan da çox yararlıdır, faydalıdır. Birlikdə baxacağıq indi və digər regionlarda, eyni zamanda da qardaş ölkə Türkiyədə də müxtəlif tədbirlər həyata keçirilir. Bu barədə də istəyirik məlumat verəsiniz. Yaxın zamanlarda İctimai Səhiyyə İslahatlar Mərkəzinin rəhbərliyi Cenevrədə həyata keçirilən tütünlə bağlı konfransda iştirak etdi. Bununla yanaşı mən və isimin digər işçiləri, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşları Ankarada həyata keçirilən tütünlə bağlı seminarda iştirak etdik. Təbii ki, biz buradan bir çox məlumatlar əldə etdik. Tütünlə mübarizənin intensiv şəkildə həyata keçirilməsi barədə məlumatlar əldə etdik və biz çalışırıq ki, ölkəmizdə də tütünlə mübarizə məqsədi ilə lazımi və təqdirə layiq addımlar atılsın və hesab edirəm ki, biz bugün yaxşı nəticələr əldə etməkdə davam edirik. Bu, təbii ki, həm siqaretlə bağlı, həm elektron siqaret, həm qəlyanlarla və digər zərərli vərdişlərlə bağlı mübarizələr daxildir bura. Və Nərmin xanım, sizin qeyd etdiyiniz məsələlər var idi, hansı ki, 3 hissəyə böldüyünüz tütündən istifadəni, şəxsi istifadə və istifadə edərkən olan insanların götürdüyü zərər. Amma üçüncü, düşünürəm ki, daha az aktual olan məsələdir, hansı ki, artıq istifadə olunmuş qapalı məkanlar və daha sonra daxil olan insanların çəkdiyi həmin o zərərlər. Bax, bunun üçün hər hansı bir tədbirlər görülürmü? Məsələn, biz bilirik ki, müəyyən məkanlar var, orada siqaret çəkmək, tütündən istifadə qadağandır, cərimələr var. Siqaretin yerə atılması, tütünün zərərləri, tullantı qablarına atmaq, bunlar hər biri aktualdır. Amma məhz qapalı məkanlarda, hansı ki, orada kamera olmasın və yaxud da hər hansı bir ictimai məkanlar, orada tütündən istifadə qaydaları necədir? Tamamilə sizinlə razıyam, çünki üçüncülü tütün çəkmə haqqında bir çox insanın məlumatı yoxdur, amma biz çalışırıq ki, bunu sırf maarifləndirmə söhbətlərimizdə, görüşlərimizdə, çap materiallarında insanlara çatdıra bilək. Çünki insanlar, xüsusilə də valideynlər, bugün bir valideyn öz övladına siqaretdən istifadə etmə desə belə, öz övladının yanında siqaret çəksə, yəni övladı müəyyən müddət sonra öz valideyninin etdiyi hərəkəti edəcəkdir. Ona görə çalışırıq ki, daha çox əvvəllər gənclərlə, indi də əslində gənclərlə görüşlər keçirdirik, təhsil ocaqlarında, universitetlərdə, məktəblərdə, amma artıq biz çalışırıq ki, dövlət idarələrində, dövlət qurumlarında, özəl şirkətlərdə də insanlarla görüşlər keçirdək və müəyyən yaş kateqoriyasında olan insanları da düzgün maarifləndirək ki, onlar siqaret çəkərək ətrafında olan insanların da həyatını təhlükə altına atmış olur. Yəni, bununla bağlı çalışırıq ki, insanların düzgün maarifləndirilməsinə dəstək göstərək. Təbii ki, bu işdə kütləvi informasiya vasitələrində rolu böyükdür. Məhz onların dəstəyi sayəsində biz bu məlumatları çatdıra bilirik. Ümumiyyətlə, zərərli vərdişlə mübarizəni hər hansı bir dövlət qurumunun üzərinə yıxa bilmərik. Belə ki, xalq olaraq, millət olaraq bu mübarizəni bir yerdə həyata keçirməliyik. Üçün George'un belə bir fikri var ki, cəmiyyətin sağlamlığı onun üzərinə götürdüyü məsuliyyətin dərəcəsindən asılıdır. Yəni, hər kəs bu mübarizəyə dəstək olmalıdır. Mənim övladımdır, sənin övladındır, bu fərq qoyulmamalıdır. Çalışmalıyıq ki, gənclərimizi bu və digər zərərli vərdişdən qorumağı bacaraq. Nərmin xanım, bu mobil tətbiqi mən yüklədim. Bəli. Nəyə görə istəyirəm tamaşaçılara da əyani şəkildə göstərərək nələrsə izah edirlər. Buyurun, tətbiq haqqında daha geniş informasiyanı. Baxın, bu qeydiyyatdan keçdikdən sonra. Daxil olanlar bax görəcək ki, burada məktəblərin sağlamlığı, zərərli vərdişlər, narkomaniya, tütün, hamısı üçün ayrı-ayrı bölmələr var və hər kəs istədiyi məlumatı ayrı bölmələrə daxil olaraq əldə edə bilərlər və istənilən məlumatı burada geniş şəkildə zərərli vərdişlər və ondan uzaq durmağın yolları barədə məlumatlar var və az öncə də qeyd etdiyim kimi bu portalda valideynlər və müəllimlər üçün ayrıca bölmələr vardır ki, onlar da daxil olub daha aydın məlumat əldə edə bilərlər. Burada uşaqlar, müəllimlər, valideynlər. Yəni, əgər uşaqlar istifadə edəcəksə bu bölməyə, müəllimlər bu bölməyə, valideynlərsə bu bölməyə. Bəli, və hamısının da yaşlarına uyğun məlumat, belə deyim, qəbul etmə vəziyyətini nəzərə alaraq məlumatlar o formada yaradılmışdır. Əslində bu çox yaxşı. Həm çox maraqlıdır, həm də doğrudan da çox faydalıdır. Bəli, və müəllimlərin də bura əlavə olunması, onların düşünürəm ki, həm fasilə zamanı, həm
dərsliklərdə biz müəllimlərimizdən çox tövsiyələr dinləyirik və bu da insanların məsələ təhsil dövründə bu məlumatları almasına köməklik göstərir, bir növ dəstək olur. Səndə interaktiv oyunlar da var. Bəli, bütün zərərli vərdişlər haqqında məlumat var. Bu düşünürəm faydalıdır, həm də uşaqları cəlb eləyir bir növ interaktiv oyunlar vasitəsilə. Nərmin xanım, Buyurun. Təşəkkür edirik. Çox sağ olun. Ətraflı məlumat üçün əlavə eləmək istədiyiniz hər hansı bir nüans, hər hansı bir tövsiyə? Əlavə etmək istədiyim odur ki, gənclərimizə tövsiyəm odur ki, özləri öz həyatlarının memarı olsunlar, özləri öz həyatlarını qorusunlar, sağlam həyat tərzinə önəm versinlər, düzgün qidalansınlar, fiziki aktivliklə məşğul olsunlar. Çünki istənilən bütün zərərli vərdiş onların doğrudan da gələcəkdə həyatlarında mənfi təsir göstərəcəklər. Ona görə çalışmalıdır, insan özü-özünü qorumağı bacarmalıdır və onlara verilən həyatı sağlam şəkildə yaşamağı bacarmalıdır. Həqiqətən belədir və bir məsələ də var, onu da qeyd edək ki, biz valideynlərin tütündən istifadəsini dedikdə onların özünü düşünürdüksə, bugün artıq baxış dəyişib. Çünki tütündən istifadə edən valideyn həmin məkanda, hətta evin öz şəxsi evində, mülkündə belə tütündən istifadə edərsə, öz övladlarının gələcəyini puç etmiş olur. Çünki bununla həm bədənə olan, orqanlara olan zərər və bununla yanaşı asıllıq da yaratmış olur. Artıq o tütünün qoxusu, artıq onun bədəninə hopmuş halı onu vaxt gələcək asılı vəziyyətə salmış olacaq. Meyl yaradacaq övladlarımızda. Bəli, valideynlərə səslənəsiniz və bir mütəxəssis kimi onlara məsləhətlərinizi də bildirəsiniz. Valideynlərə məsləhətimiz odur ki, bir daha deyirəm, valideyn ilk öncə nümunə olmağı bacarmalıdır. Bir valideyn öz övladının yanında siqaret çəkməməli və siqaretdən çəkən insanlara da öz iradını bildirməyi bacarmalıdır. Çünki mən bir valideyn olaraq bugün siqaretdən istifadə etmirəm. Amma mənim evimə gələn qonaq və yaxud mənim getdiyim mühitdə kimsə siqaretdən istifadə edirsə, mənim övladlarım yenidən təhlükə altında qalmış olur. Biz əvvəllər bunu ayıb bilirdik, irad bildirməyə ki, evimizə gəlib və yaxud harasa getmiş. Amma bu belə olmamalıdır. Biz öz fikrimizi bildirməyi bacarmalıyıq. Çünki bizim övladlarımızın sağlamlığı bizim üçün həyatda hər şeydən önəmlidir. Valideynlərə tövsiyəm odur ki, öz övladlarını qorumaq üçün ilk öncə özlərini qorusunlar ki, övladlarına da düzgün nümunə ola bilsinlər. Çox təşəkkür edirik. Çox sağ olun Nərmin xanım. Ümumiyyətlə düşünürəm ki, adətən insanlar nəyinsə dəyərini itirəndən sonra alırlar. Onda da bir çox hallarda gec olur. Amma indidən fərqinə varmaq lazımdır, həyatımızı sağlam yaşamaq lazımdır, idmanla məşğul olmaq lazımdır. Çünki özümüz sağlam olanda gələcəyimizi də bir növ sağlam nəsil olaraq yetişdirə bilirik. Nərmin xanım, təşəkkür edirik. Ətraflı məlumat üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Nərmin Azadova bizimlə bərabər idi. Biz isə davam eləyəcəyik maraqlı bir süjetlə.